Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Qışa hazırlıq tədarükümüz davam edir. Xiyar turşusunun asan hazırlanan, xırçıltılı və dadlı olmasının sirlərini sizinlə bölüşürəm. Əgər sizin üçün maraqlısa kanalıma keçid edib videomu sona qədər izləyin. Xiyarları soyuq suda tərtəmiz yuyub 8 saat soyuq suda saxladım. Sonra balona 2 diş sarımsaq, dəfnə yarpağı, vişnə yarpağı, yəni gilanar yarpağı, yumru istiot, bibarın yarısını ac olduğuna görə şax-şüyüd əlavə edib və sonda xirəni də əlavə etdim. Xırçıldır olması üçün balonlara xiyarı yığdım. Xiyarların uc hissəsindən kəsib 3-4 yerdən bıçaq vasitəsilə çərtdim. Bu cür hamısını balonlara yerləşdirdim. 3 kiloyluq balona 2 xörək qaşığı duz, 1 çay qaşığı şəkər tozu, 1 xörək qaşığı da tam dolmamış uksus əlavə etdim. Üzərinə qaynar suyu əlavə edib qazanın içərisinə qaynamağa qoydum. Bu cür yenə balonlar hamısını 2 diş sarımsaq, dəfnə yarpağı, vişnə yarpağı, yumru istiot, yarım acı biber, şax-şüyüd əlavə etdim. Sonda yenə xiren xırçıltılı olması üçün xireni də əlavə edib xiyarları uc hissələrindən çərtib 3-4 yerdən də bıçaq vasitəsilə yenə çərtib balona hamısına yerləşdirdim. Sonda yenə 3 kiloluq balona 2 xörək qaşığı duz, 1 çay qaşığı şəkər tozu, 1 xörək qaşığı da uksus əlavə edib qaynar suyunu töküb qazanda 10 dəqiqə qaynadıb götürdüm. Balonların hamısını bu cür yerləşdirdim. 3 gündən sonra xiyarlar hazır oldu. Çox dadlı, suyu bulanmadan xırçıltılı xiyar turşusu hazırlanır. Əgər sizin üçün maraqlıdırsa, videomu sona qədər izləyib, abunə olub bəyənməyi unutmayın. Allah hər kəsin ruzusunu bol bərəkətli etsin.